Yaralı kömeğine geliyor. Balkonuna giriyor. Kalk boşaltılır kalk. Məncə ürəyimə dammışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi, bir də Camal idi. Camal rəhmətə getdi. Rasim! Allahu Ekber denə, parol ver. Hardasa 2 saat yarıma yaxın həmin ərazinin müşahidəsini apardıq, kəşfiyyatını apardıq. Əmr verildikdən sonra bizim ixtisaslı gizirlərimiz, baş gizirlərimiz, zabit heyətimiz qərar aldı ki, həmin postu götürək. Biz həmin səngərə qarşı qədər bizim hardasa 7-6 kilometr məsafəmiz var idi. Biz həmişə hücuma girəndə atəş səsləy düşmən postun arasında bir görəcək uzaqlıqda olmalıdır ki, daim atış altında biz saxlayaq ki, yerdə qalan hücum şəxsiyyətimiz qırağına hərəkət edib posta basqın eləsin, posta girə bilsinlər. Atəş səslə qrup komandiri ayrıldı. Mən də atəş səsləyəm, snayper kimi fəaliyyətimi göstərirəm. Arası 4 kilometr zad qalmışdı, səngəri gedirlər də. Səngəri çat-çatda videoda göründüyü kimi aşkara çıxırlar. Güllələrin səsini eşidirsən, videoda göstərilir ki, orada aşkara çıxıb güllə atırlar. Əliyev Eliyar, İsmail Camal şəxsiyyətə baş salır ki, orada sağla gəlin, təpədən güllə bizi tutmasın da, böyürlə gedir posta kimi. Postun başından girək, təmizə çıxaq postu. Böyle səngərdir. Əldə qazılmaq səngərdir. Döyüş yoldaşlarımız səngərə girəndə, girdiyi vaxtdan bunların səngərə girən kişilərin görüntü etdi bizdə. Arada görüntü etdi. Səngər düşürdü o izə, təpənin o izinə. Biz bunları görə bilmədik. Görüntü daha çətinləşdi. Burada rabitədə əlaqə çıxdı ki, bəs atəş dəstək gəlsin. Ateş dəstək! Ateş yukarı! PKZ götür gəl, qabağı bəs vəziyyət burada kritikdir. Vəziyyətin kritik olduğunu bildik. Biz də, mən də snayperlə Cavad Avamillə badiyik. Oturmuşun yan-yana, nişan almışıq. Güllə atmışın, daraları doldururuq ki, növbəti döyüşük. Gördüm ki, vəziyyət pisdir, silah kürəyimi alıb qaçdım post tərəfə. Məncə ürəyimə dammışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi, bir də Camal idi. Camal rəhmətə getdi. Ki, belə vəziyyətə düşməli deyildik. Yəni, buradan başqa bir cavab gəlsə, deməli vəziyyət pisdir də. Mən çatanda Ələsgərcə Sənana göndərmişlər yola ki, get qarşılayacaqlar səni. Mən rəhmətli Ələsgərcə Sənana gördüm. Sənanın çox qan itirmişdi. Rəngi hardasa normal, çünki Sənan neçə vaxtı bir yerdə idi. Xidmətimiz çox böyük müddət olmasaydı, amma son ayları bir yerdə idi. Yəni, rəngi çox ağarmışdı. Gördüm, qanı gedib. Jüqut atdı, jüqut qoyub, iç tibbi yardım göstərib, qoluna jüqut atdı. Gətirdim biraz arxaya, varsa bir 50-60 metr gətirdim, öz arxada Naxçıvana çatana kimi orada bir adam tapıb ona verdim ki, bunu aparsın arxaya, qayıdım tezdən uşaqların dalınca. Mən onu qoyub qaydana kimi, orada şəhid olan Mahir Qaflanov, Şüxəmir, Səngərdə ermənilə yüz atışanda qəhrəmancasına şəhid oldu. Qəhrəmancasına şəhid olan Vətən müharibəsi qəhrəmanı Cəbrayıl Sübhan, İsmailov Camal və Əliyev Eliyar igidlikcəsinə Allahu Ekber təkbir çəkib, o insanın elə bir içində bir inam istivar idi ki, elə bir inat istivar idi ki, yəni ki, adam onunla döyüşməyə belə sevinir ki, bu insan Allahın qurbanı ki, yanındadır da, bu cür insanla döyüşürsən. Yaxşı olacaq. İnşallah, inşallah. Qalib gələrik. Gedib bu çətin gündür, əziyyətimizi yaxşı günlərdə danışarıq və orada yeyib içəndə qeyd edərik ki, İnşallah. İnşallah. Amin. Əliyev Kərim özündən istəyən düşmən erməni partlatdı. Qumbaranı çəkib girdi ermənilər üçün partlatdı özü. Ki, o qədər erməni üzərimizə gəldi ki, həmin pusquda. Yəni ki, Kərim igidlik nümunəsi oldu. Yəni orada göstərdi ki, yəni ki, biz öləri dala çəkilməliyik də. Məmmədov sahib rəhmətə getdi, Mahir Qaflanovun yanında şəhid oldu. Uzaqdan snayper atılan atış nəticəsində. Abbas Bəyli Həmid uzaqdan snayper atış nəticəsində şəhid olmuşdu. 2 il
Məmmədov Surxay idi. Özü daxili qoşunlarda xidmət edib, çoxdan xidmət edən peşəkar hərbi qulluqçu idi. İdmanca çox güclü nailiyyətləri olmuşdu. Ondan danışırdılar elə öz aramızda. Həm də vahiməli insan idi. Yəni ki, adam döyüşkənliyi var idi qanında. Həşimov Tarzan yaralandı, sonradan şəhid oldu yolda, Sənan şəhid oldu. Postan çıxanda başdan Qəmbərli Elton şəhid oldu. Arxadan düşmən kör gülləsindən düşərdi. Çəkilən momentdə də yaralarımızı götürüb çəkilən momentdə. Rəhmətli Quliyev Şəhriyarı vurdular arxadan. Şəhriyarı vurdular. Bizi bunlar tüy ateşi üzərinə götürmüşlər. Çünki bizim say hesabına olan say hesabı üzəri tutmurdu. Güllə bizim üzərimizə elə bir mərmilər atırdılar ki, o mərmilərlə tank vurmaq olardı, zirehli bir şeylər vurmaq olardı. O insan üzərinə atılan mərmilər deyildi. Yəni ki, o qədər mərmi atıldı ki, həmin yerə, postun qırağına ki, başladı həmin ərazi yanmağa, üstü basımı yanmağa. Bunlar da sep şəkli üzerimizə posta kimi gəldilər. Əl-qumar hazırla! Çoxdular, bir 50 nəfər var! Yaralı, köməkli gəlir! Onqoluna girin! Həmin günü döyüş çox ağır keçdi. O döyüşün ağır keçməsinə baxmayaraq bizim qəhrəman oğlanımız orada qəhrəmancasına döyüşdü. Yəni o torpağın üstünə öz qanlarına yazdılar ki, bu torpaq bizə məxsusdur. Buna baxmayaraq bizim tabarımızın yenə də inam hissimiz heç vaxt qırılmadı içimizdən. Növbəti döyüş tapşırıqlarını, döyüş əməliyyatlarını, tapşırıqlarını icra eləməyə başladıq. 2 gün istirahət deyəndə ki, bizim istirahətlə tərtiblənib tezdən digər bölməli şəxsiyyətlə bizə birləşib digər tapşırıqları icra eləməyə başladıq. İstiqamətimiz Azıqtuq kəndindən Böyük Tağlar, Zardneşin, Taqavir kəndlərinin istiqamətində kəndlərini bir-bir işğaldan azad edərək Şuşa üzərini istiqamətimizi ala bilək, yön ala bilək. Biz ən çox deyib çatacağımız yer Çanaqçıdır. Çanaqçıdan Laçın koridoru və Şuşanın biz işğaldan azad eləməliyik. Yerdə qalan şəhidlərimizin qanını yerdə qoymalı deyilik. Həm qisas, həm torpağımız alınmalıdır, həm də yerdə qala bilməz şəhidimizin qanı. Böyük Tağlar kəndində biz harca bölmələrimizi snayper qrupları saxladı. Çox saxladı. Yəni snayper elə bir atışdı ki, mən o silah mütəxəssisi olaraq deyim ki, yəni bir dənə snayper atırsa, bir briqada, bir dəstə, yəni bir əlahiddə taboru belə qarşısını saxlayır da, istər-istəməz heç kim irəliyə bilmir qabağa. Çünki növbəti atışda can alır. Həmin kəndi dairəvi snayper qrupu mühasirəyə almışdı. Bizə gələn şəhidli yaralılara baxanda hamısının üzdən, üst nahiyələrdən vurulduğunu görəndə mən fikirləşir, istər-istəməz cavab tapırsan ki, bu snayper qrupudur. Yenə də ona baxmayaraq, meşədə bunları ağacdan bizi atan snayperlər, orada istər qızları da var idi, hazır keçmiş, istər muzlu qatili də var, erməni deyildi, xüsusi təchizatla. Mən o məsafəyə baxıram ki, o məsafədə vurulan silah xarici silahdır. Yəni heç vaxt bu cür mənzildə etki verə bilməz də, yəni bu cür yaralaya bilməz, bu cür adamı vura bilməz. Qadın snayperləri, dediyim kimi, xaricdə yaşamış, təhsil görmüş, mütəxəssis ermənilər də var, muzluları, ağacda özünə mövqe qurub atış atır. O da bizi ləngidir axı. Bizi həmin kənddə saxlayır, üzərimizə mərmi yağdırır. Mərmi yağdırıb orada bizi gecikdirmək istəyirlər, bizi saxlamaq istəyirlər. Baxın, burada müdafiədə olan adamlardır. Müdafiədə olan işi budur, ancaq bizi ləngitməkdir. Bak bu! Bak bu! Yaralı, köməkli gəlir! Onqoluna girin! Qaqa, boşaldılır, qaqa! Mən ürəyimə dammışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi.
bir də Camal idi. Camal rəhmətə getdi. Rasim! Rasim! Allahu Ekber denə, parol ver. Hardasa 2 saat yarıma yaxın həmin ərazinin müşahidəsini apardıq, kəşfiyyatını apardıq. Əmr verildikdən sonra bizim ixtisaslı gizirlərimiz, baş gizirlərimiz, zabit heyətimiz qərar aldı ki, həmin postu götürək. Biz həmin səngərə qarşı qədər bizim hardasa 7-6 kilometr məsafəmiz var idi. Biz həmişə hücuma girəndə atəş səsləy düşmən postun arasında bir görəcək uzaqlıqda olmalıdır ki, daim atış altında biz saxlayaq ki, yerdə qalan hücum şəxsiyyətimiz qırağına hərəkət edib posta basqın eləsin, posta girə bilsinlər. Atəş səsləy qrup komandiri ayrıldı. Mən də atəş səsləydəyəm, snayper kimi fəaliyyətimi göstərirəm. Arası 4 kilometr zad qalmışdı, səngərə gedirlər də. Səngəri çat-çatda videoda göründüyü kimi aşkara çıxırlar. Güllələrin səsini eşidirsən, videoda göstərilən kimi orada aşkara çıxıb güllə atırlar. Əliyev Eliyar, İsmail Camal şəxsiyyətə baş salır ki, orada sağla gəlin təpədən güllə bizi tutmasın da, böyürlə gedək posta kimi. Postun başından girək, təmizə çıxaq postu. Böyle səngərdir. Əldə qazılmaq səngərdir. Döyüş yoldaşlarımız səngərə girəndə, girdiyi vaxtdan bunların səngərə girən kişilərin görüntü etdi bizdə. Arada görüntü etdi. Səngər düşürdü o izə, təpənin o izinə. Biz bunları görə bilmədik. Görüntü daha da çətinləşdi. Burada rabitədə əlaqə çıxdı ki, bəs atəş dəstək gəlsin. Ateş dəstək! Ateş çıkadı! PK azad götür, gəl. Qabağı bəs, vəziyyət burada kritikdir. Şu vəziyyətin kritik olduğunu bildik. Biz də, mən də snayperdə Cavad Avamillə, Badi, oturmuşun yan-yana nişan almışıq. Güllə atmışıq, daraları doldururuq ki, növbəti döyüşük. Gördüm ki, vəziyyət pisdir, silah kürəyimi alıb qaçdım post tərəfə. Mən ürəyimə danmışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi, bir də Camal idi. Camal rəhmətə getdi. Tutu çıkar, tutu! Başından sok, sabahına sok! Ki, belə vəziyyətə düşməli deyildik. Yəni, buradan başqa bir cavab gəlsə, deməli vəziyyət pisdir də. Mən çatanda Ələsgərdə Sənanı göndərmişlər yola ki, get qarşılayacaqlar səni. Mən rəhmətli Ələsgərdə Sənanı gördüm. Sənanın çox qan itirmişdi. Rəngi hardasa normal, çünki Sənan neçə vaxtı bir yerdə idi. Xidmətimiz çox böyük müddət olmasaydı, amma son ayları bir yerdə idi. Yəni, rəngi çox ağarmışdı. Gördüm, qanı gedib. Jüqut atdı, jüqut qoyub, iç tibbi yardım göstərib, qoluna jüqut atdı. Gətirdim biraz arxaya, varsa bir 50-60 metr gətirdim, öz arxada Naxçıvana çatana kimi orada bir adam tapıb ona verdim ki, bunu aparsın arxaya, qayıdım tezdən uşaqların dalınca. Mən onu qoyub qaydana kimi orada şəhid olan Mahir Qaflanov, Şüxəmir, Səngərdə ermənilərlə yüz atışanda qəhrəmancasına şəhid oldu. Qəhrəmancasına şəhid olan Vətən müharibəsi qəhrəmanı Cəbrayılov Sübhan, İsmailov Camal və Əliyev Eliyar igidlikcəsinə Allahu Ekber təkbir çəkib, o insanın elə bir içində bir inam hissi var idi ki, elə bir inat hissi var idi ki, yəni ki, adam onunla döyüşməyə belə sevinir ki, bu insan Allahın qurbanı ki, yanındadır da, bu cür insanla döyüşürsən. Yaxşı olacaq. İnşallah, inşallah. Qalib gələrik. Gedib bu çətin günümüzü, əziyyətimizi yaxşı günlərdə danışarıq və orada yeyib içəndə qeyd eləyərik ki, İnşallah. İnşallah. Amin. Əliyev Kərim özündən istəyən düşmən erməni partlatdı. Qumbaranı çəkib girdi ermənilər üçün partlatdı özü. Çünki o qədər erməni üzərimizə gəldi ki, həmin puskuda. Yəni ki, Kərim igidlik nümunəsi oldu. Yəni orada göstərdi ki, yəni ki, biz ölərik, dala çəkilməliyik də. Məmmədov sahib rəhmətə getdi, Mahir Qaflanovun yanında şəhid oldu. Uzaqdan snayper atılan atış nəticəsində. Abbas Bəyli Həmid uzaqdan snayper atış nəticəsində şəhid olmuşdu. Məmmədov Surxay idi. Özü daxili qoşunlarda xidmət edib, çoxdan xidmət edən peşəkar hərbi qulluqçuydu. İdman üzrə çox güclü nailiyyətləri olmuşdu. Ondan danışırdılar elə öz aramızda.
həm də vahiməli insan idi. Yəni ki, adam döyüşkənliyi var idi qanında. Həşimov Tarzan yaralandı, sonradan şəhid oldu yolda, Sənan şəhid oldu. Postan çıxanda başdan Qəmbərli Elton şəhid oldu. Arxadan düşmən kör gülləsindən düşərdi. Çəkilən momentdə də yaralarımızı götürüb çəkilən momentdə. Rəhmətli Quliyev Şəhriyarı vurdular arxadan. Şəhriyarı vurdular. Bizi bunlar tüy atəşi üzərinə götürmüşlər. Çünki bizim say hesabını, onların say hesabı üzəri tutmurdu. Güllə bizim üzərimizə elə bir mərmilər atırdılar ki, o mərmilərlə tank vurmaqlardı, zirehli bir şeylər vurmaqlardı. O insan üzərinə atılan mərmilər deyildi. Yəni ki, o qədər mərmi atıldı ki, həmin yerə, postun qırağına ki, başladı həmin ərazi yanmağa, üstü basımı yanmağa. Bunlar da sepşəkli üstləri üzərimizə posta kimi gəldilər. Erzurum hazırla! Çok tuğa bir 50 nefer var! Yaralı kömeğin geliyor! Balkonuna giriyor! Həmin günü döyüş çox ağır keçdi. O döyüşün ağır keçməsinə baxmayaraq bizim qəhrəman oğlanımız orada qəhrəmancasına döyüşdü. Yəni o torpağın üstünə öz qanunlarına yazdılar ki, bu torpaq bizə məxsusdur. Buna baxmayaraq bizim tabarımızın yenə də inam hissimiz heç vaxt qırılmadı içimizdən. Növbəti döyüş tapşırıqlarını, döyüş əməliyyatlarını tapşırıqlarını icra eləməyə başladıq. 2 gün istirahət deyəndə ki, bizim istirahətlə tərtiblənib tezdən digər bölməli şəxsiyyətlə bizə birləşib digər tapşırıqları icra eləməyə başladıq. İstiqamətimiz Azıqtuğ kəndindən Böyük Tağlar, Zardneşin, Taqaver kəndlərinin istiqamətində kəndlərini bir-bir işğaldan azad edərək Şuşa üzərinə istiqamətimizi ala bilək, yön ala bilək. Biz ən çox deyib çatacağımız yer Çanaqçıdır. Çanaqçıdan Laçın koridoru və Şuşanı biz tez işğaldan azad eləməliyik. Yerdə qalan şəhidlərimizin qanını yerdə qoymalı deyilik. Həm qisas, həm torpağımız alınmalıdır, həm də yerdə qala bilməz şəhidimizin qanı. Böyük Tağlar kəndində biz harca bölmələrimizi snayper qrupları saxladı. Çox saxladı. Yəni snayper elə bir atışdı ki, mən o silah mütəxəssisi olaraq deyirəm ki, yəni bir dənə snayper atırsa, bir briqada, bir dəstə, yəni bir əlahiddə taboru belə qarşısını saxlayır da, istər-istəməz heç kim irəliyə bilmir qabağa, çünki növbəti atışda can alır. Həmin kəndi dairəvi snayper qrupu mühasirəyə almışdı. Bizə gələn şəhidli yaralılara baxanda, hamısının üzdən, üst nahiyələrdən vurulduğunu görəndə mən fikirləşir, istər-istəməz cavab tapırsan ki, bu snayper qrupudur. Yenə də ona baxmayaraq, meşədə bunları ağacdan bizi atan snayperlər, orada istər qızları da var idi, hazır keçmiş, istər muzlu qatili də var, heç erməni deyildi, xüsusi təchizatla. Mən o məsafəyə baxıram ki, o məsafədə vurulan silah xarici silahdır. Yəni, heç vaxt bu cür mənzildə etki verə bilməz də, yəni bu cür yaralaya bilməz, bu cür adamı vura bilməz. Qadın snayperləri, dediyim kimi, xaricdə yaşamış, təhsil görmüş, mütəxəssis ermənilər də var, muzluları, ağacda özünə mövqe qurub atış atır. O da bizi ləngidir axı. Bizi həmin kənddə saxlayır, özümüzün mərmiyi yağdırır. Mərmiyi yağdırıb orada bizi gecikdirmək istəyirlər, bizi saxlamaq istəyirlər. Baxın, müdafiədə olan adamlardır. Müdafiədə olan işi budur, ancaq bizi ləngitməkdir. Biz 10 nəfər idik. Digər onların postları tərəfdən gələn cığırları da şəxslərimizi, xüsusiyyəti qüvvələr mənsublarına yerləşdirdik və özümüzlə 6 nəfər tərkibində onların hərəkət etdiyi cığırlarda mövqeləndik. Biz onların cığırından gözlədik, orada heç bir fəaliyyət olmadı. Dedik, bəlkə aşağı düşüb su götürərlər və buradan keçib bizim postlara baskın edirlər, orada onların təxribatının qarşısını alaq. Bu niyyətlə onların cığırı ilə başladıq hərəkət eləmək ki, onları çıxdıqları yerdə qarşılayaq. Biz yuxarı çıxdıqca baxdıq ki, bunlar ağaçlara kapron qabdan su baçoklarını kəsib, ağaca mıxlayıblar və su təminatlarını belə görürlər. Ağaca şey düşür, yağış olur, oradan budaqlardan süzülən, hamısı gəlir dolur çənin içərisinə və aşağısına
dolu bir dənə, bütöv bir dənə qab qoyublar. Həmin qabla su təminatlarını doldurandan sonra qabları götürüb su təminatlarını eləyirlər. Biz onda başa düşdük ki, bunlar nəyə görə çaya düşmürlər. Və yuxarıda onların postlar arası əlaqələndirmə yolu var idi. Çox dayaz bir şəkildə idi. Çünki orada meşəlik çox hündür və sıx olduğuna görə bizim postlardan oralar görsənmirdi. Və onlar tam arxeliklə hərəkət edirdilər, danışırdılar, gülürdülər və iki postun arasından vınız çəkib qabağa, oradan bizim postlarımızın müşahidəsini axtarırdılar və keçib təxribatlar edirdilər. Biz onların cığırında mövqelənib gözlədik.